Salam, hər vaxtınız xeyir olsun. Bugün valideynlərimiz üçün çox maraqlı bir məlumat paylaşacağım. Uşaqlarınızın tərbiyə edilməsində sizə çox kömək olacaq 7 kitab məsləhətim olacaq. Birinci kitab uşaq tərbiyə edərkən travma yaradan səhvlər və inkişaf aparan doğrular. Əsər 2 hissədən ibarətdir. Birinci hissədə valideyn davranışlarının uşaqlara mənfi təsirləri, ikinci hissə isə müsbət təsirləri sıralanır. İkinci kitab Adəm Günəşin uşaq tərbiyəsində doğru bilən yanlışlar kitabıdır. Burada deyir ki, uşaq məcburiyyətlə deyil, valideynin sevgisini qazanaraq, güvənini qazanaraq bir şəxsiyyətə çevrilməlidir. İkinci kitab yenə Adəm Günəşindir. Uşaqlar nəyi niyə edir kitabıdır. Burada Adəm Günəş valideynlərə uşaq problemlərinin, davranışlarındakı yanlışlıqları aradan qaldırmağın yollarını tapmaqda kömək edir. Dördüncü kitab Bağırmayan Çocuklar kitabıdır. Burada uşaq anasına müraciət edir ki, gəl məni yaxından tanı. Sən məni yaxından tanımırsan və tanımaq üçün də heç bir əziyyət çəkmək istəmirsən. Niyə? Çünki məni yaxından tanısaydın, hər haqladığımda, hər inadlıq göstərdiyimdə, hər əsəbləşdiyimdə, bütün bu hərəkətlərimin, davranışlarımın altında məsum bir ehtiyacın yatdığını hiss edərdim. Beşinci kitab eyni müəllifin kitabı olan Bağırmayan Annelər kitabıdır. Burada çox möhtəşəm bir cümlə var. Deyir ki, uşaqlarımız geriyə dönüb baxarkən yanaqlarına toxunan bir şillənin soyuqluğunu deyil, ürəklərinə toxunan bir ananın istiliyini hiss etsinlər deyə gəlin niyyət edək Bağırmayan Anne olmağa. Altıncı kitab Uşaqlığın Sirri kitabıdır. Burada müəllif qeyd edir ki, valideynlər uşaqlara mum kimi baxır, istədikləri şəkli verə biləcəklərini düşünürlər onlara. Lakin bunun əvəzinə daha yaxşı bir üsul təklif edirəm ki, uşaqlara öz doğru bildiyinizi aşılamaq əvəzinə onların fikirlərini dinləyərək, onların ehtiyac duyduqlarını onlara təqdim etməyi məsləhət görür. 7-ci kitab Tək Çocuk Sindromu adlı kitabdır. Tək uşaqlı valideynlərə tək uşaqla necə baş etməyin yollarını öyrədir və bu uşağın tək olmasının onun gələcəyinə, münasibətlərinə, davranışlarına necə təsir göstərəcəyini yazır. Son olaraq bunu qeyd edim ki, əziz valideynlər, hər uşaq fərqlidir, ehtiyacları fərqlidir, istəkləri, dünya görüşü, reaksiyaları fərqlidir. Ona görə də sınadığınız bütün üsullar, bəzi üsullar daha doğrusu sizin uşaqlarınızda müsbət nəticə verməyə bilər. Bu normal haldır.